Mən hələ də qərar verə bilməmişəm ki, ən sevdiyim bayram hansıdır, amma şübhəsiz ki, Qurban Bayramı ilk sıralarda gəlir. İşin ən üzücü tərəfi mamamgilin hər il sanki bilərək ən sevdiyim quzunu seçməsidir qurbanlığa. Bizdə hər dəfə heyvan kəsiləndə qəssabımızdan bir şeylər öyrənməyə çalışıram. Bu il də soymağı öyrənmək istədim, amma göründüyü qədər asan deyilmiş. Beləliklə qəssab olma sevdamdan da vaz keçib oturduğum yerdən doğramağa kömək edirəm biraz. Mamam qurban paylarını bölüşdürərkən bu sırada da onun sevimli nəvələri gəlib çıxır. Bilmirəm hamıda bu adət var yoxsa yox. Gələn kimi də babaları xallarını qoyur alınlarına, amma balacamız Cəlil qaçıb gizlənir qorxusundan burada. Sonra uşaqlarla birlikdə gedirik qurban ətini paylamağa. Evin kiçiyi mən deyiləm artıq və düşünürəm estafeti onlara verməyin vaxtı çatır. Getdiyimiz hər qapıda gülər üzlə, xoş niyyətlə qarşılaşırıq və qardaşım uşaqlarının eyni bizim uşaqlığımızdakı dəyərlərlə böyüməsinə şahid olmaq məni çox sevindirir. Hamı ilə bayramlaşıb evə qayıdarkən elə maşındaca düşünüb qərar verirəm ki, mənim ən sevdiyim bayram ailəmlə keçirdiyim bütün bayramlardır. Bir daha Qurban Bayramınız mübarək.